Bir şey demək istəyirəm. Yəni müştərilər də əminəm ki, bu sualı çoxdandır gözləyir. Bugünkü gündə bazarda iki cürə kombi satılır. Yoğuşmalı kombilər, yəni ekonom adına tanınan indi hal-hazırda satılan kombilər, bir də ki, əzəldən yəni dədə-baba işlətdiyimiz hermetik kombilər. Bu yoğuşmalı kombi dedikdə və hermetik kombi dedikdə bu ikisinin müştəri nəyə görə ayırmalıdır və sizin fikrinizdə yəni hansını almalıdır? Mənim fikrimcə bugünkü gündə belə açıq danışım da, yəni bizə yoğuşmalı demək olar ki, yaramır. Çünki yoğuşmalının detalları da çox bahadır. İndiki günlərdə yəni detallar bahalıqdan da əlavə bəzilərində tapmaq olmur. Məsələn, qazanında bir problem oldu. Biz onun qazanına görə çox əziyyət çəkirik. Çünki bizdə o qədər də çox yayılmayıbdı bu satışı. Bizdə ən çox satışda yayılan kombilər hermetik kombilərdir, bilirsən də özün. Bu kombilərin də hermetik kombilərin də təmir eləməsi çox asandır bizim üçün. Yəni bilən üçün asandır. Ustalar da bilir ki, yəni bunu düzəltmək çətinlik yaratmır.